Həsən müəllimlə uşaqlığımız və gəncliyimiz demək olar ki, bir yerdə olmuşdur. Hələ uşaq yaşlarından pionerlər arasında keçirilən idman yarışlarında biz Həsən müəllimlə tanış olmuşuq və nəticədə ondan dostlaşmış və uzun müddət bizim dostluğumuz davam edir bugünkü günə qədər. Həsən müəllim təvazökar insandır, yaxşı yoldaşdır, yaxşı məşqçi müəllimdir. Hətta Həsən müəllimlə biz bədən tərbiyəsi institutunda təhsil alarkən bir otaqda qalmışıq, bir yerdə yaşamışıq, bir yerdə idman yarışlarını müzakirə eləmişik, bir yerdə idman yarışlarında iştirak eləmişik. Sonralar hər ikimiz bədən tərbiyə institutunu qurtardıqdan sonra Uşaq Gənclər İdman Məktəbində məşqçi müəllim kimi fəaliyyətə başlamışıq. O zamanlar Yevlaxda bir neçə idman növlərindən voleybol, basketbol, futbol, stolüstü tenis, əl topu üzrə böyük spartakiadalar keçirilirdi və o spartakiadalara komandaların hazırlanması üçün ayrı-ayrı idman növləri üzrə ayrı-ayrı məşqçilər fəaliyyət göstərirdi. Həsən müəllim futbol üzrə məşqçi işləyirdi Uşaq Gənclər İdman Məktəbində, mən də voleybol üzrə. Baxmayaraq ki, ayrı-ayrı idman növləri üzrə işləyirdik. Bizim uşaqlıqda hər birimiz idmanın bir neçə növü ilə, futbol, voleybol, basketbol növləri ilə məşğul olmuşduq. Bir-birimizə yoldaş kimi köməklik eləyirdik. Harada ki, uşaqların fiziki, mənəvi, iradi keyfiyyətlərini inkişaf elətdirmək üçün nə lazımsa bir-birimizə tövsiyələrimizi verirdik, bir-birimizin məşqlərinə tamaşa edirdik, bir-birimizin məşqlərində lazım bildiyimiz köməkliyi, göstərişləri verirdik, bir-birimizdən heç nəyə əsirgəmirdik. Ümumiyyətlə, Həsən müəllimin təbiətində bir təşkilatçılıq qabiliyyəti var. O, bəzən komandanı elə təşkil eləyirdi, elə yığırdı, elə düzüb qoşurdu ki, demək olardı ki, komandanın bütün məşqçiliyini də, komandanın seleksiya işlərini də, sonra komandanın kapitanlığını da öz üzərinə götürürdü və bu işlərin hamısının öhdəsindən gəlirdi.
vaxtı bu məktəbin rəhbəri, Allah rəhmət eləsin, Sədi müəllim idi. Sədi müəllim də Respublikada ən tanınmış yoldaşlardan biri idi. Mən onun əllərindən tutub gətirdim məktəbimizə və məktəbin rəhbərinə təhvil verəndə məktəbin rəhbəri mənə dedi ki, ay bala, bu uşaq axı körpədir. Mən Sədi müəllimə dedim, Sədi müəllim, xahiş edirəm, əgər mənim sözümə baxsaz, buna bir komissiya təşkilləyin, yoxlamayın, bunu yoxlayın, görün, bu neçər uşaqdır. Bu elə bir istedadlı bir uşaq kimi özünü aparır. Evdə də, küçədə də, zadda da, görsən, yaxşı şəkil, həqiqətən bu balaca, lap körpəliyini yaxşı şəkil də çəkirdi Həsən müəllim. Mənim yadıma düşür. Elə də oldu ki, Sədi müəllim bir dənə ibtidai müəllimi çağırdılar. Səhv eləmirəmsə, Nuru müəllim idi, desin, gəldi. Nuru müəllim gəldi, salanma sonra bu uşağa sual verdi. Dedi, ay bala, adın nədir, familiyan nədir? Sərbətçinin adını, familiyasını, atasının adını dedi və dedi, ay bala, yazı yazmağı bilirsənmi? A, B, bu hərfləri tanıyırsanmı? Birinin üstünə bir gəlddə neçə eləyir? Deyir, gülə-gülə Həsən müəllim başladı. Dedi ki, onun nə var demək? O uşaq, o mənim əlimdə tez hasatdır, deyir. Birinin üstünə bir gələndə əlbəttə 2 eləyir. 2-dən 1 çıxanda 1 eləyir. Bunu deyir, bunu biləm. Ha, bax da mən biləm. Demək, bunu yoxladı Sədi müəllim yoxlayandan sonra və özləri məsləhətləşdilər ki, bəlkə bunu 2-ci sinifə götürək. Sonra Sədi müəllim məktəbin direktoru razı olmadı ki, bunun yaşı azdır, bunu 2-ci sinifə biz götürə bilmərik. Onda təhsil nazirliyinə biz məlumat verək, ondan sonra biz bunu götürək. Mən də qıraqdan durub baxırdım, 7-ci sinif tələbəsi idim. Belə baxırdım, ürəyimdə yalvarırdım ki, kəş Allahın altına elə götürərək 2-ci sinifə, birdən-birə oxuyar. Amma elə olmadı, 55-56-cı tədris ilində nəhayət bunu götürdülər 1-ci sinifə, bu 1-ci sinifə gəldi. Bunun 1-ci sinifə gələndə çox vaxtı mənlə gəlib gedirdim. O vaxtı məktəb bir növbə idi. Əlindən tutub gətirirdim, hətta bu, o vaxtı şossa yolu deyirdilər, indi asfaltdır. Şossa yoluna mən keçirdirdim, gətirirdim məktəbə. Həsən müəllim, demək, uşaqlara baxanda çox kiçik, onun müəlliməsi yadıma çıxıb. Nuru müəllim idi, yoxsa bir qadın müəlliməsi idi. Sonra da o müəllimə getdi, verdilər, Feyruz müəllimə verdilər, bunu 1-ci sinifə verdilər. Bunu 1-ci partada əyləşdirdilər. 1-ci partada onun görə boyuna görə. Amma oradakı uşaqlara baxanda çox savadlı, özünü çox belə dərrəkarlı göstərirdi. Heç deməzdin ki, bu 5 yaşında uşaqdır. Bu demək 55-56-cı tədris ilində olmuşdu bu hadisələr. Nəhayət Həsən müəllim 1-ci sinifi qutardı, əlaçı kimi 2-ci sinifi, 3-cü sinifi, ta ki 8-ci sinifə qədər bu məktəbi qutardı. O məktəbi qutaranda mən bura məktəbi qutarmışdım, mən ali məktəbdə oxuyurdum, amma qonşu kimi, qohum kimi Həsən müəllimə mən maraqlanırdım şəxsən ki, görün bu uşağın axırı nətər olacaq. Çox gözəl şəkillər çəkirdi. 7-də oxuyanda, 8-də oxuyanda məktəbin bütün yazılarının zadları Həsən müəllim aparırdı. Həmi də ki, bu məktəbin zalı, 2 nömrəli məktəbin balaca bir zalı vardı. Həm də o zaldan da əl çəkmirdi. Hiss edirdin ki, bunun elə bir qanunda bir idmançı qanı var. Demək, bu 8-ci sinifi burada bitirəndən sonra mən öncə 10-da institutda oxuyurdum, 2-ci kursdaydım. Həsən müəllim keçdi bir şəhər, bir sahil orta məktəbinə. Demək, oranı da 11-ci sinif qutarandan sonra oradan ali məktəbə getdi. O da mənim kimi Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun qəbul oldu. Həsənin uşaqlığı da, gəncliyi də, iş fəaliyyəti də, indiki 60 yaşına qədər gəlməsi də hamısı mənim gözümün önündədir. Həsən məktəbdə çox yaxşı şagirdidir. Düzdür, indiki qədər kökdür, o zaman gəlimsiz idi. İndi şükür Allah, idmanla ciddi məşğul olduğuna görə kökəlibdir. Əlbəttə, kökəlib sözü biraz yaxşıdır, əslində normaldır. Boyuna görə çəkisi var. Həsən o zaman çox yüksək səviyyədə oxuyurdu. Məktəb məclislərində iştirak edirdi. Yoldaşlarıyla mehribanıdılar.
Demək olar ki, bunların sinifinin oğlanları və qızları hamısı yaxşı oxuyur. Hamısı deyil, ali məktəbə girdilər, getdilər. Bunlar məsələn bir-birinin adla qoymuşdular. Ən çox bunların içərisində fəallıq göstərən, şahmat oynayan, voleybola gedən, futbola gedən, bütün dərslərdə fəaliyyət göstərən Yusif idi. Onun da adına Lenin Yusif deyirdilər. Həsənə də deyirdilər ki, Həsən də hər şeyi bilir, o da yüksək səviyyəli biliyə malikdir. Həsən dərslərini çox yaxşı oxuyurdu. Xüsusilə ədəbiyyata, tarixə meyli çox idi. Fizika, riyaziyyatı da yüksək səviyyədə oxuyurdu. O zaman dərs sistemidir işləyirdim. Onun atestatına qol çəkərkən 2-4 gördüm. 4-ün birini mən yazmışdım fizikadan. Şübhəsiz ki, o zaman 4-ə bilən uşaqlar, indi 5-ə yox, 5-dən də çox bilən uşaqlara bərabərdir. Onlar çox yüksək səviyyədə dərs oxuyurdular. Birini də xarici dildən, rəhmətli Gülaməddin Alman dilindən ona 4 yazmışdı. Əgər hamısından 5 alsaydı medal alardı, yəqin ki, medal da bu kişinin qismətinə düşməyib, amma idmandan çoxlu medalları şübhəsiz ki var. Yaxşı məşqçi olub. Elə ki, hamı getdi ali məktəbə, o zaman xüsusi dəftər vardı, o dəftərdə qeyd apardı, kim ali məktəbə girdi, kim hansına. Həsəni də sorğusuna aparanda dedilər ki, bəs Həsən bədən tərbiyə institutuna gedibdi. Elə bir deyim var. Deyir, vətən sənə nə verdi, sən vətənə nə verdin. Vətən elə böyük məfhumdur ki, onun borcunu heç vaxt qaytaramazsan və ömrü boyu borçlusan. Mən yox, hamı, milyonlar. Onu mən futbola doğru çevirəndə belə deyirəm. Çünki mən futbola fəlsəfi nöqteyi nəzərdən yanaşıram. Futbol təkcə milyonların sevimlisi olan oyun deyil. O hamıya zövq verən təkcə oyun deyil. O fəlsəfədir. İndi futbolu ağılla oynayırlar. Yəni, futbol mənə nə verir? Mən futbola nə vermişəm? Bax, məsələ bundadır. İndi mən deyim sizə, futbol mənə nə verir, mən futbola nə vermişəm. 1960-cı ildə Yevlaxda televizor az idi. O televizor, biri də mənim bibim oğlu gildəydi. Bibim oğlu gildəydi. O televizor. Ora yığışardı yaşlılar, mənim indiki yaşım, gənclər. Və mən də gedib orada futbola baxardım. Futbola baxdım, futbolu sevdim, bax buradan. Sonra futbol həftəlik qazeti var idi. Martin Mirjanov, Filatov. Mən o qazeti aldım. Oradan başladım qazeti oxumağa. Mən məktəbdə komandaların adını, familiyasını, oyuncusunu, filanını, besməkanını, statistikanı çox gözəl bilərdim. İş elə gətirdi ki, bizim küçədə olan Noruzov Ənvər, hal-hazırda yaşayır Bakı şəhərində. O futbola gedirdi, Yevlax Yığma komandasının kapitanı idi. Çox güclü oyunçu idi. O həm də voleybolçu idi. Onun sumkasını daşıyardım mən o aeroporta. Orada bir, indiki meyarla stadion deməyək, yəni bir meydança idi, toz dumana qalxırdı. Bəzən heç tozdan top görünmürdü. Onun maykasını, paltarını, formasını, çantasını mən çiynimə asanda həm yaşlılarım mənə həsətlə baxardı. Və mən ondan qürur hissi duyardım. Sevinərdim ki, mən Ənvərin idman formasını aparıram. Və başladıq küçə futbolu, küçədə futbol oynamağa. O düzün ortasında orada burada oynamağa. Belə futbolçu həyatım başladı. İdman məktəbi, sonra yığma komanda, idman məktəbində və şəhər birinciliyində geyinərdim 9 nömrə. Yığma komandada ehtiyac olanda, mən o qədər də güclü futbolçu deyildim, bütün oyunlarda iştirak eləyəm. Məhsulun birinciliyi, nə bilim, Spartakın birinciliyi, orada da 6 nömrə geyinərdim. Sonra mən instituta daxil oldum. İnstituta daxil oldum futbol şöbəsinə və ilk dəfə əlimə
jurnal alıb 2 nömrəli məktəbdə fəaliyyətə başladım. Sonra idman məktəbində dərs hissə müdiri oldum. Sonra baş məşqçisi oldum futbol üzrə və basketbol üzrə. Basketbolçular mənim rəhbərliyimlə Azərbaycan çempionu oldular. Bu da Yevlağın tarixi üçün nadir haldır ki, komanda oyunu üzrə Azərbaycan birinciliyində qazanıblar. Sonra futbol məşqçisi kimi fəaliyyət göstərdim və məni stadiona direktor qoydular. Stadion direktoru kimi fəaliyyət göstərdim. Sonra mən oyunlara baxanda bəzən özümün o köhnə xatirələrimi xatırlayırdım və özümü gah oyunçu gəncliyimdə, gah məşqçi görürdüm. Məşqçi kimi baxanda, məşqçi meyarı ilə, məşqçi gözü ilə oyuna baxanda çox çətin olur. Adam elə bilir ki, o eləyə bilmədiklərini mən eləyərəm. Amma inanın, futbol baxmaqla, qıraqdan baxmaqla daha çox çətin hissəklər, nəinki oyunçu kimi meydançada olursan. Bunu mən demirəm, bunu dahilər deyir. Məsələn, bir haşiyə çıxıram, Pelenin bir məşhur kəlamı var, deyir ki, məşqçi buna deyir Fiola. Məşhur Fiola, dünya çempionları məşqçisi deyir ki, Pele, bugünkü oyun çox vacib oyun deyil, səni qorumaq lazımdır, sən çox qüvvət sərf etmə. Pele daha da cəmfəşanlıqla oynayır və 8 top vurur həmin oyunda, ştatın birincində. Deyir, mən sənə nə demişdim, niyə belə elədin? Deyir ki, tamaşaçılar tam bilet almışdı cənab Fiola. Yarım bilet almamışlar, mən yarım qüvvə ilə oynayam. Mən bunu bacarmaram. Orada elə bir tamaşası ola bilər ki, bəlkə də bir dəfə mənim oyunumu görür və ömrü boyu deyəcək, Pele nə Peleymiş ki, mən baxdım, heç oynaya bilmirdim. Yəni, sevdiyin sənətə, mən dahilərdən hansı deyib belə bir söz. İşdə evə tələsən, evdə işə tələsən xoşbəxt. Mən evdə işə tələsmişəm, işdə evə. O mənim sevdiyim evdir. Mən futbolla nəfəs alıb, futbolla yatıb durmuşam. Və bugün mən çox sevinirəm ki, o mənim arxivimdən getmir. Arxivim nə boydadır, artıq kitab dəftəri yer tutmur. Bugün də o Futbol Plus qazeti yığılır. Nə qədərdir? Bugün də mən sevinirəm, ona sevinirəm ki, mənim daxilimdə olan fəlsəfəm, futbola baxışlarım, Bəruza, o 100% futbol verişinin aparısına, televiziya kollektivinin rəhbərliyinə, LTV-nin bütün üzvlərinə, bütün işçilərinə minnətdaram, mən onlarla qaynayıb qarışmışam. Və bugün mən fikirlərimi özümdə saxlayıb yox, cəmləyib yox, regionla bölüşdürə bilirəm. Və suallar gələndə mən istəyirəm ki, sualları qoyanda elə biləm qayıtdım həmin günlərimə. Hərdən xatirəyə də dalıram. Bax, budur mənim futbol həyatım. İndi futbol mənə nə verimə qayıtdım. Futbol mənə təhsil, evlatlarımı böyütmək, ev, eşik, maşın, hər şey verib. Mən futbola nə vermişəm? Mən futbola borçluyam. İndən belə də borçluyam. Futbol mənim həyatımdadır, ürəyimdədir, qanımdadır, genimdədir. Mən futbolsuz yaşaya bilmərəm. Həyat əbədi deyil də, daimi deyil. Mənim qəbrimin üstünə top qoyun, gül çiçək qoyun. Mənim arzum budur. Həsən müəllimin Yevlax futbolunda öz payı var. Mənim də futbolda müəllimim də olub. Yəni ona uzun ömür, can sağlığı, bu həyatda gözəl, xoşbəxt yazdım. Həsən müəllimin Yevlax idmanında çox böyük xidməti olub, mənim də müəllimim olub o cümlədən. Maşallah olsun, bu gün də yenə çox qıvraq, gümraq görünür. Ona can sağlığı işlərində nailiyyətlər və ailə saadətlər arzulayıram. Həsən müəllimdə biz təqsir var ki, AFA-nı, rəhbərliyini, idman cəmiyyətini bu işə dəvət etməmişdi. Əvvəldən bizə deməmişdi, bizə yüksək səviyyədə onu dəstəkləyərdik, hər bir təbrik edərdik. Mən ona can sağlığı, uzun ömür ailəsinə, Yevlaxın bir də Azərbaycan futbolunun inkişafında əlindən gələni eləsin. Tək Həsən müəllimi yox, mən arzu edirəm ki, Yevlaxda bütün haqqı olan, yəni həqiqi mənada haqqı olan idmançıların, müəllimlərin hamısının yubileyləri qeyd olunsun. Mən öz adımdan Həsən müəllimə can sağlığı
və işlərindən müvəffəqiyyətlər arzulayıram. Əvvəlcədən mənim müəllimim olub, Həsən müəllim. Onu bugünkü 60 illik münasibətilə təbrik edirəm. Arzu edirəm ki, həmişə belə gümrah qalsın, yeni işlərində yeni müvəffəqiyyətlər arzulayıram.